Beyin şişlərinin müalicəsi cərrahi və cərrahi olmayan metodlarla olur. Təbii ki, ilk tərcih həmin törəmənin beyindən tamamını çıxarılmasıdır ki, bu hər bir şişdə təbii ki, mümkün olmur. Bəzən şiş bir hissəsi çıxarılıb, başqa müalicə metodları da verilə bilər həmin müalicədə. Beyin şişlərinin müalicəsi, cərrahi müalicəsi açıq və qapalı yolla ola bilir. Bəzi əməliyyatlar burundan girilərək endoskopik yollarla icra olunursa da, əksəriyyət beyin şişlərinin cərrahi müalicəsi təbii ki, açıq yolla, yəni kəllə qapağı açılaraq, sümük qaldırılaraq beyin daxilinə girilir və şiş toxuması xaric olduqdan sonra təkrar həmin kəllə qapağı sümüyün yerinə qoyulur. Cərrahi olmayan müalicələr isə adətən cərrahinin mümkün olmadığı və ya hissəvi şiş çıxarıldıqdan sonra ora şüa terapiyasının verilməsidir. Bundan başqa özəlliklə metastatik şişlərdə və bəzi birincil beyin şişlərində də kimyoterapiyada da müalicə metodlarından biridir.